Bunun ən böyük qissəsi və insan danışarkən qəlbinin paramparça olduğu üçün ki, orada Allahın Resulü sallallahu aleyhi və səlləm əziyyət çəkmişdi. Ayşə anamız haqqında atılan iftira. Bilirsiniz, bir səfərdən qayıdarkən Ayşə anamız həmin o toplumdan uzaq düşür. Və Ayşə anamız qərara gəlir ki, ayrılıb toplumu tapana qədər gec ola bilər və ya tapa bilməyə bilər, oturduğu yerdə gözləyir, qaldığı yerdə gözləyir və yuxuya gedir. Və Peyğəmbər sallallahu aleyhi və səlləm bilirsiniz, ordunun hər zaman ən sonuna sahabələrdən birini qoyurdu ki, ta ki yolda biriləri bir şey itirdiyi zaman onu tapıb, onu yığıb orduya yetişsin. Və sahabə deyir ki, mən gəldim deyir, gördüm ki, qadının birisi uzanıb deyir, yatıb. Mən deyir, baxdım ki, bu Allah Resulü sallallahu aleyhi və səlləmin zövcəsidir. Və elə zənn etdim ki, deyir, o ölüb artıq. Və dedim ki, Allahdan gəlmişik, Allaha da qayıdacaq. Elə deyir, mənim bu səsimi eşitmişdi ki, Ayşə anamız gözünü açır. Və heç bir kəlmə kəsmədən dəvəsini endirir və həmin Ayşə anamız dəvənin üzərinə minir və gəlib orduya yetişirlər. Və başlayır artıq həmin toplumun içərisində münafiqlər qaynamağa. Çünki bilirsiniz, möminlər haqqında hər zaman fitnəli məsələləri münafiq xislətli insanlar yaymışlar. Və onlar başlayırlar danışmağa ki, Ayşə sahabələrin biri ilə sabahladı və artıq bu söhbət də yayılır. Və Ayşə anamızın bu məsələlərdən xəbər olmur. Üzərindən günlər keçir. Artıq Peyğəmbər sallallahu aleyhi və səlləm məsələləri bilirdi. Və Allah Resulü aleyhissalatu və səlləm əziyyət çəkirdi. Hətta gəlib sahabələri ilə istişarə edirdi. Sizcə Ayşə belə bir şey edərmi deyirdi? Təsəvvür elə, subhanallah, necə əziyyət verici bir şey. Məgər Allahın Rəsulü, anam atam ona fəda olsun, bu əziyyəti çəkən Allah Rəsulü, indi kimsə fərqli bir söz istifadə edib deyə bilərmi ki, başqa bir şey ittiham edə bilərmi ki? Vallahi mümkünsüzdür. Və Ayşə anamız xəbər ona çatanda bir şey Allah'a Rəsulü, izin ver mən deyir, atamın yanına gedim. Aleyhissalatu vesselam ona izin verir və gəlir atasının yanına. Atasından soruşur ki, de görüm, mən belə bir şey edə bilərəmmi deyir. Abu Bakr radiyallahu anh susur, Ayşə anamız onun susması ilə daha da çökür və Ayşə anamız yatağa düşür, xəstələnir. Peyğəmbər sallallahu aleyhi və səlləm onun yanına onu ziyarət etməyə gəlir. Və Abu Bakrla Allah Resulü sallallahu aleyhi və səlləm Ayşə anamızdan soruşur, halın necədir, necəsən, vəziyyətin necədir? O yenə soruşur, ey Allahın Resulü, inandın mı deyir. Peyğəmbər sallallahu aleyhi və səlləm, anam atam ona fəda olsun. Necə əziyyət verici bir sözdür. İnsan düşündüyü zaman, insan özünü o ortama apardığı zaman, canından, bu bizim canımızı acıdırsa, düşün Allahın Resulü, hansı ki o möminlərə canlarından daha əzizdir, onu acıdan şey bizi necə acıtmaya bilər ki? Peyğəmbər sallallahu aleyhi və səlləm susur, Ayşə radiyallahu anhə deyir ki, hardasa deyir, az qalsın deyir, siz inanmısınız deyir və heç bir şey danışmır. Peyğəmbər sallallahu aleyhi və səlləm gedir və artıq insanlar öz aralarında bu mövzunu müzakirə edirlər. Və uzun bir müddətdən sonra, günlər keçdikdən sonra Allah azza və cəllə ayətlər indirir. Allah subhanahu və teala ayətlər ilə Ayşə anamızı təmizə çıxardır. Və diqqət edin, Peyğəmbər sallallahu aleyhi və səlləm gəlir, o ayətlər barədə Ayşə radiyallahu anhəni xəbərdar edəndə Abu Bakr radiyallahu anhu Ayşə anamıza gözqaş edir ki, hani Allah Resuluna təşəkkür elə, onun yanına get. Ayşə anamız biraz da naz edir, deyir ki, heç kimsəyə təşəkkür etməyəcəm deyir. Məni təmizə çıxardan aləmlərin Rəbbi olan Allahdır deyir. Məni təmizə çıxardan aləmlərin Rəbbi olan Allahdır. Baxın dəyərli müslümanlar, Allah onu necə təmizə çıxardı? Elə ayətlər nazil etdi ki, hətta Ayşə anamız deyir ki, düşünməzdim ki, mənim kimi aciz bir qul haqqında ayələr nazil olsun. Allah azza və cəllə elə ayələrlə Ayşə anamızı təmizə çıxardı ki, halbuki Allah subhanahu və teala o ayələrdə o şayə yayanları ağrılı, acılı bir əzab ilə müjdələdi. Allah azza və cəllə Ayşə anamızı təmizə çıxardı və kimləri qınadı Allah azza və cəllə? O insanlar ki, bu şayələri eşitdikləri zaman açıq aydın bu böhtandır deməyən insanlar var idi, Allah onları qınadı və dedi ki, möminlər haqqında bu xəbərləri eşitdiyiniz zaman deməniz gərəkməz miydi ki, bu açıq aydın böhtandır? Allahu akbar. Allah o möminləri qınadı, o kimsələri qınadı ki, onlar sükut etdilər, onlar demədilər ki, bu böhtandır, bu açıq aydın iftiradır.
O isə Allah Azza və Cəllə edir ki, məgər onların 4 şahid gətirməsi gərəkməz miydi? Ona görə qul baxır ki, subhanallah, necə tarixdə od olmayan yerdən tüstülər çıxmışdır və insanlar, Allahın Rəsulu sallallahu aleyhi və səlləm bunun əziyyətini çəkmişdir. Ona görə biz bilməliyik ki, danışılan hər bir kəlmə doğrudur demək deyil. Danışılan hər bir kəlmənin arxasına od olmayan yerdən tüstü çıxmaz demək qurtuluş deyil. أين الهروب وما من قضاك تحمى الصياصي